Sualım bundan ibarətdir. Erməni dövləti yaratmaq ideyası həqiqətən ermənilərin arzusu idi, yoxsa Çar Rusiyasının geosiyasi layihəsi idi? Demək ki, Azərbaycan torpaqlarında əsasən bütöv tarixi Azərbaycan nəzərdə tutulur və həm də Şərqi Anadolunu da unutmamaq lazımdır. Bu torpaqlarda ermənilərə dövlət yaratmaq ideyası ilk olaraq Erməni kilsəsi tərəfindən demək ortaya atılmış bir məsələdir. 17-ci əsrin sonlarından başlayır, hansı ki, ermənilər öz ərazisində yaşadıkları dövlətlər zəifləyən kimi həmin dövlətləri arxadan vurmaq, parçalamaq, onun içərisində özlərinə dövlət yaratmaq ideyası irəli sürmüşlər. Bunun üçün də özlərinin həm demək sosial bazası olmadığı üçün, kifayət qədər sayları az olduğu üçün yaşadığı regionlarda və əsasən Qərbi Avropadan öncən, daha sonra isə Çar Rusiyasından kömək istəmişlər. Yəni bu ideyalar bu cür yol açmışdı. İlk dəfə kilsədə hazırlanmış və tədricən genişlənərək daha geniş belə deyim miqyaslara yol aça bilmişdi.